Bir şeyi həqiqətən istəyən zaman sizi heç nə dayandıra bilməz. Amma burada sözün əsl mənasında istəməkdən gedir söhbət. Yəni siz o qədər istəməlisiniz ki, daxilinizdə bir şey yanıb alışmalıdır, sizi rahat buraxmamalıdır. Universitetin ilk illərində fotoqrafiyanı yeni öyrənirdim. Bir məqsədim var idi. Bacardığım qədər tez öyrənim, professional olum, pul qazanmağa başlayayım və öz ayaqlarım üzərində durum ki, evə yük olmayım. Və uşaqlıqdan da biznes qurmaq arasında olduğum üçün quracağım bizneslərdə kapital yaratmalıydım. Amma bir problemim var idi, aparatım o qədər də güclü deyildi. Mənə fotoqrafiyanı öyrədən dostum 10 Mərdəkanda yaşayırdı. Həmin vaxtı mən onun aparatı ilə çəkmək istədiyim zamanlar axşamlar evdən çıxırdım, Yasamaldan İnşaatçılar metrosuna, metro ilə Koroğlu, Koroğludan Mərdəkana gedirdim, onun aparatını götürürdüm və geri qayıdırdım. Bir də evə. Elə hesablayırdım ki, axşam saat 12-də evdə olurdum. Universitetə də təzə başlamışam, evdən də biraz gec qaldığım vaxtlarına rahat olurdular. Hətta bəzən elə olurdu ki, sonuncu avtobusu qaçırırdım, metrodan evə piyada gəlirdim. Bəzən hətta axşamlar o çəkilişdə olurdu dostum. Məcburi səhər saat 6-da metro açıldığı var, avtobus falan olmurdu. Mən evdən metroya qədər piyada gəlirdim, birinci metroya açılan kimi daxil olurdum ki, gedim Mərdəkana, qayıdıb saat 9-da birinci dərsə çatdıra bildim. Bir məqsədim var idi, daha yaxşı etmək, daha yaxşı çəkə bilim. Tək bir məqsədim vardı, bu idi. Çünki istəyim rahatlığımdan öndə gəlirdi və bu məni komfort zonundan çıxmağa məcbur edirdi. Ona görə əgər bir şey həqiqətən istəyirsənsə, onun bir yolunu tapacaqsan. Yox, yolunu tapa bilmirsənsə, deməli yetəri qədər istəmirsən.